Növbəti sualım belə olacaq Elşən müəllim. Bəs avtomobil hansı hallarda dayanacağa yerləşdirilə bilər? Bu müəyyən sürücülər arasında, sürücülər və daha doğrusu desək, dövlət polis əməkdaşları arasında müəyyən mübahisə yaradan predmetlərdir. Ona görə ki, burada biraz incə məqamlar var. Buna ən asan başa düşülən halda belə deyək ki, həmin nəqliyyat vasitəsini, yolda hərəkətini də artıq davam olunması mümkün deyil. Yəni bu səbəblər təqribən qısalaşdırsaq, yeganlaşdırsaq, qısa cümlələr ifadə etsək, bunu nəzərə alaq ki, yəni həmin nəqliyyat vasitəsinin yolda hərəkəti müəyyən təhlükələr yaradır. Buna nümunə deyək, təsəvvürlə dövlət polisi əməkdaşı hər hansı bir nəqliyyat vasitəsini saxlayıb, saxladığı zaman aşkar olunur ki, nə sürücünün, nə də onun yanında oturan sərnişinin həmin nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyası yoxdur. Belə olduğu halda həmin kateqoriya yoxsa deməli nəqliyyat vasitəsi idarə oluna bilməz. Bu zaman müvafiq yerində protokol tətbiq olunur, cərimələr yazılır və həmin nəqliyyat vasitəsi dövlət yol polisi əməkdaşı tərəfindən idarə olunaraq dövlət yol polisinin duracağına aparılır. Bu nümunə üçün birinci nümunə. İkinci nümunədə saxlanma zamanı aşkarlar olunur ki, sürücü sərxoş, yaxud yanındakı sərnişin sərxoş. Ola bilsin ki, sürücü sərxoşdur, yanında oturan sərnişinin də sürücülük vəsiqəsi yoxdur, ya müvafiq kateqoriyası yoxdur. Belə olduğu halda, deməli, nəqliyyat vasitəsini idarə etməyə hüquqi bir şəxs yoxdur, hüquqi olan bir şəxs yoxdur. Bu zamanda, bəli, duracağa aparılır, dövlət polisi əməkdaşı tərəfindən idarə olunaraq. Bir dənə də nümunə deyim, belə misallar çoxdur. Bir nümunədə deyək ki, hər hansı bir yol nəqliyyat hadisəsi baş veribdir. Bu zaman həmin avtomobil hadisənin maddi sübutu kimi, dəlil kimi, hadisədə iştirak edən bir vasitə kimi aparıb dövlət yol polisinin duracağına yerləşdirilir. Bundan əlavə yolda aşkarlanır ki, hər hansı bir nasazlıq, əlavə avadanlıq və s. bu tipli məsələlər var. Yəni texniki istismar qaydalarında pozuntular baş verir və bunu yolda aradan qaldırmaq mümkün olmur. Belə olduğu halda dövlət yol polisinin duracağına aparılır. Növbəti nümunə deyim sizə, deyək ki, hər hansı bir nəqliyyat vasitəsinin dayanma durma qaydasını pozub və bu pozma nəqliyyat vasitələrinin, istər piyadaların hərəkətinə mane olur. Həmin nəqliyyat vasitəsi həmin yerdə qaldıqda bu zaman digər yol hərəkət iştirakçılarına hərəkətinə mane olur. Bu zaman həmin duracağı evakuator vasitəsilə götürüb dövlət polisinin duracağına aparırlar. Bu kimi görürsünüz, sadaladıqca müxtəlif qaydalar var. Bəzən sürücülərimiz bunu bilmirlər, müəyyən bir münasibət belə deyək də, narazılıqlara əmələ gəlir.